İkinci Qarabağ müharibəsinin bitməsinə 5 gün qalmış Şuşada qəhrəmancasına şəhid olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçusu kapitan Rəşad Əmralıoğlu Əliyev 1991-ci il aprelin 17-sində Salyan rayonunun Ərəb-Qardaşbəyli kəndində anadan olub. O, orta təhsilini Salyan rayon Ərəb-Qardaşbəyli kənd orta məktəbində alıb. Orta məktəbi uğurla bitirdikdən sonra 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Ali Hərbi Məktəbi müvəffəqiyyətlə başa vurduqdan sonra Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda en saylı hərbi hissədə leytenant kimi xidmətə başlayıb. Nümunəvi və qüsursuz xidmətinə görə kapitan rütbəsinə qədər yüksəlir. Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələrinin kapitanı olan Rəşad Əliyev 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəşad Əliyev noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olub. O, böyük izdihamla Salyan rayon Ərəb-Qardaşbəyli kənd məzarlığında dəfn edilir. Ailəli idi. 2 övladı yadigar qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Rəşad Əliyev ölümündən sonra vətən uğrunda Şuşanın, Xocavəndin, Füzulinin azad olunmasına görə medalları və hərbi xidmətlərə görə ordeni ilə təltif edilib.